Salam dostlar, bu gün sizlərlə birlikdə 2025-də nələr oldu, nələr bitdi, onları danışacağım sizlərə. Xəstə olduğum üçün səsim belədir və bax mən bəd düzəltdim biraz, sırayla eləmədim. Başlayaq. 2 yanvarda bu sezon oyuna ekləndi. Adı da səhv eləmirəmsə Brawl Generalı idi. Kenji'nin bu kostyum Brawl Pass kostyumu oldu. Və net oradakı ən yaxşı kostyum idi. Maple oyuna ekləndi və baqları ortaya çıxdı. Oyuncular pizzalarının çox olduğunu gördülər. Çünki Sünger Bob etkinlikdən qalmışdı. Oli oyuna ekləndi. Buzz Lightyear oyundan çıxdı və şükür Allaha. Minecraft güncəlləməsi olmadı. Əksinə onu oldu. Shading bu kostyumu oyuna ekləndi. Junhe oyuna ekləndi və oyundakı soyğunu düzəltdilər şükür Allaha. İlk ultra efsanevi karakter Kaze oyuna ekləndi. Mələklər və şeytanlar etkinliyi gəldi. Ustalıqlar getdi. Ali ekləndi. Trank ekləndi. Survivor sezonu gəldi. Sugat bastırıb bağlandı və ödüllər verildi. Oyundan pulla alınan karakterlər getdi və qutularla açılan karakterlər gəldi. Mina ilk olaraq belə gəldi və Mina açıldı. Ziggy gəldi. Creator simgəsi təzələndi və belə bir şey gəldi. Bundan da bir link yaradıb linkə 100 nəfər basmalıdır. Elə olur. Katana Krallığı sezonu oyuna ekləndi və net olaraq ən yaxşı kostyum 12-ci kostyumu. Oni Avu modu ilk dəfə oyuna ekləndi. Gigi oyuna gəldi. Brawl Stars çempionatı 2025-də başladı. Crazy Raccoon birinci oldu. Təbrik edirəm. Strange Teams etkinliyi gəldi və ən yaxşısı Dustin Nitaydı net.